Bakı-Quba yolunda ağır qəza. Əvvəl yol kənarında dayanan sürücünü, sonra isə maşınını vurdu. Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var. Reportun yerli bürosu xəbər verir ki, hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub. Quba istiqamətində hərəkət edən Mercedes markalı sərnişin avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb. Hadisə baş verən zaman yük avtomobilinin sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən Mercedes markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb. Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. Mercedes markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan şəxs hadisə yerində həyatını itirib. Qəzanın səbəbləri araşdırılır.